Minlərlə insanın gündəlik olaraq istifadə etdiyi su belə nəhəng su anbarlarında toplanır. Daha sonra isə uzun bir yol qət edərək istehlakçıya çatdırılır. Bakı və Abşeron yarımadasının içməli su təchizatı 5 əsas mənbə Şollar, Xaçmaz, Ceyranbatan, Oğuz, Qəbələ, Bakı və Kür su təchizatı sistemləri hesabına həyata keçirilir. Bu mənbələrdən biri olan Ceyranbatan su anbarında toplanan su emal olunduqdan sonra paytaxtın və Abşeron rayonunun böyük hissəsinin su təminatında istifadə edilir. Gördüyünüz divarın o biri tərəfindən, yəni Ceyranbatan su anbarından toplanan su burada xüsusi emal mərhələsindən keçir. Ultra süzgəc filtrlərindən keçidən sonra isə həmin su təmizlənərək içməli suya çevrilir. Bütün emal prosesi tam avtomatlaşdırılıb. Hər hansı bir insan əməyindən demək olar ki, minimal istifadə olunur. Yalnız qəza hallarında insan əməyindən istifadə edilərək istər avtomatika, istər mexanika, istər energetika sahəsində olan avadanlıqlar yerində, anında təmir olunur. Müasir texnologiyalar vasitəsilə təmizlənərək standartlara uyğunlaşdırılan içməli su magistral kəmərlərlə Bakı və Abşeron yarımadasının müxtəlif istiqamətlərinə ötürülür. Yay aylarında Ceyranbatan su anbarından götürülüb emal olunan suyun həcmi 15 kuba saniyə qədər qaldırılır. Qış aylarında isə bu rəqəm 9 kub saniyə qədər yendirilir. Emal olunan su Binəqədi, Maşdağa, Xırdalan, Suraxanı və Sumqayıt istiqamətlərinə uzanan magistral xətlər vasitəsilə nəql edilir. Mövsümdən asılı olaraq sistemin ötürmə gücü də artırılır ki, əhalinin suya olan tələbatı fasiləsiz şəkildə təmin olunsun. Hazırda Bakı şəhərində 20 mərkəzi su anbarı istismar olunur. Bunlardan başqa Bakı şəhər ərazisində 169 məhəllə daxili su anbarları da mövcuddur. Tələblərə uyğun olaraq su anbarları dövrü olaraq deməli yuyulur, dezinfeksiya işləri aparılır və hər gün mərkəzi laboratoriya tərəfindən suyun keyfiyyəti yoxlanılır. Hər gün istifadə etdiyimiz suyun arxasında böyük bir infrastruktur dayanır. Su anbarlarından başlayan bu yol təmizlənmə və nəql mərhələlərindən keçərək minlərlə abonentin evində başa çatır.